Mən bir şey başa düşmüşəm. Böyüklər sadəcə bizdən yaşca böyük olanlar deyil. Onlar bizə yolu göstərən, bizim hər zaman yanımızda olan, hörməti, sevməyi öyrədən insanlardılar. Anam hər səhər yemək bişirir mənə. Atam isə gecə-gündüz işləyir ki, evimiz isti olsun, məktəbə rahat gedə bilim. Bilirsiniz, böyüklər hər şeyi bilməli deyirlər. Bizim sadəcə bir sözümüz təşəkkür ya da canın sağ olsun deməyimiz onların qəlblərini istiləşdirir. Onların qəlbləri ucalır. Böyüklərə hörmət sadəcə siz olaraq müraciət etmək deyil ya da onlar gələndə ayağa qalxmaq deyil. Onlara kömək etməkdir. Onların yanında olmaqdır. Onlar bir söz demədən onlara bir stəkan su verməkdir. Biz böyüklərin yanında bir işıq ola bilərik. Hörmət işığı ola bilərik uşaqlar. Gəlin ona görə böyüklərin yanında bir hörmət işığı, bir uşaq işığı olaq. Böyüklərə hörmət edin. Unutmayın ki, bir gün gələcək, siz də böyük olacaqsınız.